Gene nə plan qurmuşsan? Yatıb yuxudunu görmüşsən? Sevinç də çox yaxşı qızdır. Atasının sözündən heç vaxt çıxmaz. Mənlə nişanlı olub bununla görüşürsən? Sən nə riyakar küz adamsan ay qız? Tanış ol atamdır. Neçə vaxt səni görmək istəyirdi. Sən məndə. Ümit. Uşaq? Nə uşaq? Nə uşaq oynayacaq? Uşaq deyəndə ki 11-ci sinifdə oxuyur. Bu yaxında da ölkə çempionu. Olmayacaq sən bu iğnəli sözlərində. Qulaq as da bir. Maşallah Ümid çox istedadlı şahmatçıdır. İndidən belə oynayırsa, gələcəkdə necə oynayacaq? Həm də sizə yaxşı pul qazandıracaq. Elə indi də pisdir. Eldar, sən bugündən işdən azadsan. Get kadrlar şöbəsinə ərizəni yaz. Biz artıq bir yerdə işləyə bilmərik. Buyur. Pula ilə pula satılan adamlara yazığım gəlir. Elə sizə də. Eldar Məmmədov, gəl. Geç otur, geç. Belə. Bilirsən də səni şöbəyə niyə gətiriblər? Vətəndaş Rafiq Qafarzadəyə fiziki şiddət göstərmisən. Buna görə səni məsuliyyətə cəlb edə bilərik. Eldar Məmmədov. Bilirsiniz, cənab müstəntiq. Müdaxilə etdiyim üçün üzr istəyirəm. Bizim bu cavan oğlanla mübahisəmiz düşüb. Sözün açığı, günaha biraz mən özümdə də görürəm. Çünki əsəbi halda ona nalayiq ifadələr demişəm. O da cavandır da, biraz içkili olub, agresiya göstərib. Təklif edirəm, lənət şeytana deyib, bu məsələnin üstündən keçək. Mən ondan şikayətçi deyiləm. Amma Eldar bəy fiziki zorakılıq tətbiq edib. Bunun da Rafiq müəllim hüquqi məsuliyyəti var. Rəis, mən də onun yerində olsaydım, bəlkə də artığını da eləyərdim. Hərçənd agresiya mənim təbiətimə ziddir. Amma düşünürəm ki, bu cavan oğlan da törətdiyi əməldən peşmandır. Yəqin bir də belə şey eləməz. Gəlin,
Siz də mənim şikayətçi olmadığımı nəzərə alıb bu işə xitam verin. Nə deyirəm? İndiki Rafiq müəllim xahiş eləyir. Biz də Eldar bəyə əff elədik getdi. Eldar bəy, bugün sənin bəxtin yaman gətirdi ya. Rafiq müəllim şikayətçi olmadı, anlayışlı çıxdı. Cənab müstəntiq, bir də bizim bu gənc dostumuz bilmir ki, biz sizlə uşaqlıq dostuyuq, sinif yoldaş olmuşuq. Elədir. Bax, mən də sizdən bir uşaqlıq dostu kimi indi xahiş edirəm ki, bu işi sülh yolu ilə həll eləyək. Həm də dedim axı, məndə də az olmayıb. Sən əmin edirəm, başqası olsaydı, şübhəsiz ki, səndən şikayət eləyərdi. Bir də bir söz unutma, bax. Hər deyilən sözə yumruqla cavab verən həmişə uzanan tərəf olur. Öyle deyil? Şübhəsiz. Mən istəməzdim sənin kimi gənclərimizin adı belə hallarda, belə hadisələrdə hallansın. Bu dəfə sənə güzəştə gedirik. Çalış bir daha buralara yolun düşməsin. Eldar bəy. Başa düşürsən? Bir günlük sənə rəsmi şəkildə cəza yazılacaq. Yəni cərimə ödəyəcəksən. Cəriməni ödəyərsən, bu məsələ də bağlanar. Çox sağ ol, rəis. Sağ ol. İçəridə o nə aktyorluq idi? Sən hələ aktyorluq görməmsən, cavan oğlan. Sənin adını söz tapıb deyə bilmirəm sənə. Mənim oğlumuzun üstünə getmir. Cavandır da indi bir səhv eləyib. İçəridə ona başa saldılar ki, agresiya yaxşı şey deyil. Adam biraz səbirli olar, təmkinli olar. Mən də şikayətçi olmadım oğlumuzdan. Mərdimazarlıq niyə lazımdır axı? Amma bilirsiniz də, şikayətçi olsaydım, onun üçün çox ağır nəticələr ola bilərdi. Əlbəttə bilirəm. Mən elə Eldarın adından, öz adımdan sizə öz təşəkkürümü bildirirəm ki, şikayətçi olmadınız. Narahat olmayın. Çox sağ olun. Hər şey yaxşıdır. Bundan sonra da nə kömək lazım olsa mənə deyə bilərsiniz. Sağ ol. Əslində şikayətçi olan mənim sürücüm idi. Mən özüm şəxsən gəldim ki, müstəntiqə deyim ki, heç bir şikayətim yoxdur. Sağ ol. Sağ ol. Varım. Sağ olun. Alo, Mətləb müəllim. Salam, necəsiz? O, belə bir məsəl var, deyir, əli yuyar, əl də üzü. Sizin mənə bir borcunuz var idi da, yadınızdadır. Xatırladınız da, mən sizin üçün bir işi həll eləmişdim. Bəli. İndi də mənim sizə bir işim düşüb. İnanıram ki, xahişimi yerə salmasınız da. Nə gözəl. Əla. Əla Mətləb mənim, əla. Sen Kamran'la barışmak barədə nə düşünürsən? Kamran haqqında ümumiyyətlə heç nə düşünmürəm. Niyə Ümid? Nə vaxta kimi küsülü qalacaqsan? Nə vaxta qədər bu davam edəcək? Siz sinif yoldaşsınız, İstəsən də, istəməsən də bir-birinizi görəcəksiniz.
Telefonda özümü yana çevirəm. Qardaşım, təbii ki, mən istəyərdim siz həmişə yaxşı olasınız. Amma hər şey istədiyim kimi olmadı. İnşallah bir gün Kamran da düzələr, siz də barışarsınız. Aynur, Aynur. Necəsən? Yaxşı, sən necəsən? Sağ ol, mən də yaxşıyam. Aynur, səndən bir şey xahiş eləsəm olar? Nə xahişi? Bu həftənin bazar günü uşaqlarla piknikə gedirik. İstəyirdim ki, səni də orada görüm. İndi dəqiq deyə bilmərəm, amma ailəmlə başqa yerə getməsək, piknikə gedərik. Razı olduğuna görə çox sağ ol. Yaxşı, mən gedim. Sağ ol. Nə edirsiniz? Heç, söhbət edirik. İki dost dərdləşirik. Sən nə edirsən? Eşdim. Sanmırsan açan uçursa Rusiyaya? İnşallah sabah axşam. Bu günləri sonuncu dərs günümdə. Samir, sənin üçün çox darıxacam. Deyəsən, mənim qismətim belədir. Yaxınlarım, mənə əziz insanlar bir-bir mənə tərk edir. Bundan sonra sənin heç bir yaxının səndən getməyəcək. Bu da mənim sənin sözüm olsun. Bir də ki, niyə darıxırsan? Biz bütün gün əlaqə saxlayacaq da bir-birimizdən. Hər gün WhatsApp-dan danışacağıq. Düz deyil? İstəyirəm ki, siz hər zaman mehriban olasınız, həmişə birlikdə olasınız və mənim orada olmağıma baxmayaraq istəyirəm ki, içim rahat olsun. Necəsən? Yaxşı. Sən necəsən? Pis deyiləm. Əgər vacib işin yoxdursa görüşə bilərik. Ha, görüşək. Elə bir işim yoxdur. Hansı tərəfdəsən? Mən dərsdən indi çıxmışam. Gedirəm dəniz kənarına, bulvara. Yaxşı. 20 dəqiqəyə uzağı yarım saata gələrəm. Çatanda zəng eləyəcəm. Yaxşı.
Daşıya bilsən. Çox ağırdı. Səbr elə, az qaldı. Qapını aç, keçək. De geldiler. Baxın mənə aldı. Sol. Qaqası oldu senin için. Hə. Maşallah. Kişidir benim balam. Evi de pazarlık eləyir. Başlı içinde qəşəng şeyler alır. Böyüdükcə də Əhmədli qədrini çox şiir. Allah olsun sana Ümit. Bu yaşta evi dolandırmak her oğlan hüneri deyil ha. Qədir sağ olsaydı sənin indi fəxr eləyərdi. İşləmək lazımdır da Cahangir əmi. İşləmək. Bibi, Can, ərzaqları qoydum mətbəxə. Bizə əynimi dəyişim gedirəm də. hara gedirsən sən qurban? Səməndər əminin yanına. Səməndərə mi kimdir? Sevinç müəllimənin atasıdır. Hə, lap yaxşı, lap yaxşı. Get, Ceyhun get əmi. müəllim. Eldarı mən belə bilməzdim. Uşaq vaxtı çox sakit, qara dinməz olub, ay Səməndər. Amma gör, o gedə Eldarı nə vəziyyətə gətirib çıxardıb ki, həddini aşıb, onu döyür. Niyə dağ verib ki? Vallahi bilmirəm, qardaş. Eldar da bir söz demədi. Heç polislərin özü də bir söz deməlidir. Qalmışam məəttəl. Yoxsa o döydüyü adam kimdir? Deyirlər ki, tikinti, inşaat işi ilə məşğuldur. Yaxşı da gəlirləri var. Amma bir şey mənə çatmır. Eldar hara, o hara? Mənim üçün çox maraqlıdır. Eybi o kişinin başına iş gələr. Düz deyirsən, qardaş, düz deyirsən. Kişinin başına iş gələr. Bu yaşıma qədər mən kimisə qarşısında alçalmamışam. Heç kimin minnətini götürməmişəm. Ancaq o polis idarəsində bilirsən nə qədər xəcalət çəkdim. Xəcalətimdən yerə girirdim. O gədənin də nə qədər tənəli sözlərini uddum. Polislərin özündən də üzr istədim. Neyniyim mi? Ay Səməndər, neyniyim mən? Axı o mənim evladımdır. Özü də ailənin bir uşağı. Eybi yox. Fikir eləmə. Biz övladlarımıza görə hər şeyə dözməliyik. Əvvəllər aramızda söz-söhbət olanda bu dərəcəyə çatmırdı. Bir gün keçməmiş barışırdıq.
Sonra da nəyin üstündə dalaşdığımıza danışıb gülürdü. Amma son vaxtlar elə bil ki, bədliyi bizi qara-qara izləyir. Gəl bu dəfə nə özümüzü qınayaq, nə də günahkar axtaraq. Heç bir söz-söhbət səbəbsiz olmur axı. Bizim də mübahisəmizin səbəbkarı var. Bəlkə elə deyil. Bütün günahı mənim boynuma ata bilərsən. Səni qınamayacağım. Yenə məni səhv başa düşdün. Həmişəki kimi. Günahkar Rafiqdir. Ola bilər. Amma bizim münasibətimizin soymağının əsas səbəbi başqadır. Nədir ki? Bilirsən Sevinç, bizimki tutmur. Özün də görürsən. Zorla gözəllik olmur. Onu da dönən üstüme atmışdın. Daha mənası qalmır. Götür. Necəsən? Şükür Allah, yaxşıyam. Siz necəsiz? Sağ ol, mən də yaxşıyam. Qonağımızla çoxdan da görüşüb şahmat oynamaq istəyirdim. O da bu günə qismət oldu. Mən də sizlə görüşəndən sonra bu gün səbirsizliklə gözləyirdim. Axır ki, bu günə qismət oldu. Keçən dəfə biraz belə ayaqüstü oldu tanışdığımız. Gəl indi yaxından bir-birimizi tanıyaq. Olar. Mənim adım Səməndər, soyadım İsrafilov. Ana, necəsən? Kimya üzrə fəlsəfə doktoruyam. 67 yaşım var. 2 ildir təqaüdə çıxmışam. Yox, daha doğrusu çıxardıblar. Mənim hobbim... Ümid, xoş gəlmisən. Ata, necəsən? Sağ ol, çox sağ ol. Sağ ol, mənim. Mənim əsas hobbim mütaliədir, bir də ki... Sənin bir hobbin də var. Bəs o biri hobbindən niyə danışmırsan? Yaxşı, yaxşı. Bu İlhamə xala belə zarafatçılıdır. Mənlə belə tez-tez belə zarafatlar eləyir. Hə? Yaxşı, de görüm, sən bir özünü təqdim elə görək, sənlə tanış olaq. Adım Ümiddir, 11-ci sinifdə oxuyuram. Mənim də sevdiyim fən fizikadır, hobbim də mütaliə və şahmat oynamaqdır. Nə hobbi, ay səni sağ ol. Sən ölkə çempionusan, Sən peşəkar şahmatçısan. Yaxşı, bir partiya oynayaq səndən şahmat. Sevinç. Ay Sevinç. Üsüyün Ahmet. Yoxdur. Necə yoxdur?
Var, amma taxmamışam. Niyə? Eldarla Arozla nəsə olub? Biraz aramız soyuyub. Niyə axı, niyə? Siz deyirdiniz, bir-birinizin dərdindən ölürdünüz, hə? O səhərəcən pəncərənin altında dayanırdı. Səndəki bütün günü telefonda. İndiki nişanlısınız. Aya, nə olur da? Hər dəqiqənin bir hökmü var. Nə bilirik, sabah başımıza nə gələcək? Atom bayaq nəsə dedi. Dedi ki, başa düşmədim, Eldar kimisə döyüb, sonra da polisə düşüb. Bu nə məsələdir? Ana, indi nə Eldar, nə də onun polisə düşməyi mənə heç maraqlı deyil. Sən nə danışırsan? Nə bilim, olanda olur da. Deməli gəldin, hə? Onsuz da bilirdim ki, axır əvvəl gələcəksən. Gəl. Gəl, keç.
mat. Əla, təbrik edirəm. Çox sağ ol, Səməndərəm. Sən doğrudan da klassik oyunda mükəmməlsən. Çox gözəl oynayırsan. Sənin çox gözəl düşünmə qabiliyyətin var. Mənə elə gəlir sənin intuisiyan çox güclüdür. Rəqibin oyununu öncədən hiss edirsən, düzdür? Hə, Səməndərəm, düzdür. Elə bir qulağıma sanki kimsə deyir ki, rəqib hansı gediş eləyəcək, bundan sonra hansı gediş eləyəcək, qəribədir. Ay sən oğlum, bəs əbəs yerə sən ölkə çempionu deyilsən ki. Bilirsən nə yaxşısan, yaxşı oynayırsan, amma bəzi xətaların var. Nə xətası? Birincisi, sənin fikrin qalır şahmat taxtasında. Zamanı, vaxtı, saatı unudursan. Bilirsən belədir ki, oynayan kimi həmən saatı üstündən vurmalısan. Aydındır? Aydın. İkincisi, gedişləri beynində çox düşünürsən. Bilirsən belə olmaz. Oyuna qərar verən kimi oynamalısan. Bilirsən nə qədər tez oynasan, bir o qədər effektivdir. Başa düşdün? Düz deyirsən. Üçüncüsü, psixoloji andır. Sən beynində oyunu düşünürsən, oynamağa tərəddüd edirsən. Yadında saxla, bilirsən tərəddüd bağışlanmır. Qərar verdin, həmən oynamalısan. Yaxşı? Aydın da, Səməndərəm. Sən nəinki ölkə çempionu, sən dünya çempionu olmağa layiqsən. İnşallah. Yaxşı? Çox sağ ol, Səməndərəm. Yaxşı, indi mən bir çay süzüm, sonra davam edəyik oyunumuza. Olarım. Yaxşı? Bir dəqiqə. Ümid, Hı. olar aldığın şokoladları sabah məktəbə aparım. Hə, olar. Niyə olmur ki? Apararsan. Sən heç müəllimənin atasının adı nədir? Səməndərdir. Nə olub ki? Səməndər babada belə şahmat var. Yox. Bu şahmat ancaq məndə var. O da Əhməd əmimə xüsusi düzəldi. Səməndər baba yaxşı oynayır, yoxsa sən? Bəlkə yatasan. Gecdir. Belə də ki, mən də yaxşı oynayıram, o da yaxşı. Siz oynayanda kim utdu? Bir dəfə o utdu, bir dəfə mən. Gecdir. Yat. Qaqaş. Dünən axşam yuxuda anamı gördüm. O mənə əl uzatdı. Mən də əl uzatdım, amma əlim çatmadı. Ondan sonra durdum. Elə darıxıram ki. Hə, mən də darıxıram. Anam üçündür, atam üçündür. Çox darıxıram. Mən balaca olanda anam mənə nağıl danışırdı. Ondan da sonra yatırdım. Yaxşı. Bir dənə nağıl danışım, sonra yat. Deməli, biri var idi, biri yox idi. Bir dənə qırmızı papaq var idi. Gözdə, yenə qırmızı papaq. Yaxşısı budur, yatım. Nə olacaq? Qırmızı papaq. İşığı söndür, suyu bağla, qazı yoxla. Ondan da sonra yat. Yaxşı. Sonra yoxlayarım. Yat. Yataram. Yaxşı. Sən bilirsən neynəmsən, hə? Mən bu hadisəni eşidəndə çox məyus oldum. Tək mən yox, elə hamı. Söz tapıb deyə bilmirəm. Bilmirəm mən sənə nə deyim. Bütün kollektiv sənin yaxşı kadr olduğunu bilir. Elə mən özüm də bilirəm. Amma bir rəhbər kimi
bu məsələyə mən biganə qala bilmərəm. Sən özün düşünürsən ki, dərk edirsən ki, nə etmisən? Bilirəm, müdir. Əclaf birinin ağzının payını vermişdim. İmkanım olsaydı onu orada məhv eləyərdim. Sən bilirsən kimin haqqında danışırsan, hə? Bilirsən, Rafiq Qafarzadə. O bilirsən kimdir? Nüfuzlu iş adamıdır. Böyük adamlarla əlaqəsi olan iş adamıdır. Danışığına diqqət elə. Nə danışdığımı yaxşı bilirəm. Sizin dediyiniz o nüfuzlu adam murdarın biridir. Eldar, sən bugündən işdən azadsan. Get kadrlar şöbəsinə ərizəni yaz. Biz artıq bir yerdə işləyə bilmərik. Buyur. Bugüne kadar inanmırdım. Ama doğrudan düz deyilmişler. Pul bu dünyada her şeyi hallediyor. Bu da sübutu. Pula edən, pula satılan adamlara yazığım gəlir. Elə sizə də. Qoy biraz sakitləşsin, bəlkə özü danışacaq hər şeyi. Bu da səbir məsələsi deyil. Başa düşürsən, məsələ çox ciddidir. Onların problemi çox ciddidir. Onlar ayrılıblar. Bax, sənin nişanlın özü mənə mesaj yazır ki, gəl görüşək. Mən bunun zənglərindən, mesajlarından bezmişəm, qardaş. Özü də nə qədər demişəm ki, mən evli adamam, sən nişanlı qızsan, bizimki alınmaz. İndi mən belə başa düşürəm ki, Eldar bu Rafiyi elə-belə döyməyib. Atan səndən ötürü başqalarından üzr istəmək məcburiyyətində qalmasın, hanım. Neyse boşanmayacağız kimler? Soyuqda bütün gün qalıb məktəb həyatında. O cür ağıllı, savadlı, gül kimi uşaq. Dönüb oldu bir dənə xoliqan. Ümid! Belki onu bir psikologa göstərəsiniz. Zarafat deyil. Valideynlərini itirib o boyda travmalı. Sən çox qudurmusan. Məni sən qudurtmusan. Sənə oxşamağımla həmişə fəxr eləyirdim. Ata. Mənim keçmiş günahlarım mənə baxır, ilahi. Mənim gələcəkdə elə biləcəyim günahlarım mənə baxır, ilahi.